Uşaqlar, bugün məndən sırt akordu bir balaca təkrarlayaq və sonra oxuyaq. Məndən sırt akordu. Nədir, nəyə deyilir və qamanın neçənci pilləsində əmələ gəlir? Yaxşı, qısa konkret soruşun. Aha, buyur Gülsün. Dalınan sırt akor kənar səsləri septumun intervalı əmələ gətirərək tersiyan məsələsində Səslər bir-biri ilə tersiyan məsələsində yerləşən və dörd səsdən ibarət olan və qamanın 5-ci pilləsinə əmələ gələn akorda dalınan sırt akor. sırt akord denilen sırt akord adlanır. Əla. Demək sırt akordun neçə dönməsi var? Ümumiyyətlə bütün sırt akordların neçə dönməsi var Rəvan? 4. Dördüncü dəfə özünə dönür. Bir dənə səsinin sayından az olur. 3 dönməsi var. Birinci dönmə nə adlanır? Denilen sırt akordun birinci dönməsi. Nə adlanır? Dalınan sırt akor Denilen sırt akordun birinci dönməsi. 5-ci Bəli, 5-ci pillədən əmələ gəlir və nə adlanır birinci dönməsi denilen sırt akordun? Özü denilen sırt akord 5-ci pillədən əmələ gəlir. Birinci dönməsi nə adlanır? Yalnızda da 7-dən 2-yə nə edirdik? Sayırdıq geriyə. 7-dən sonra nə gəlir? 6, 5, sonra 4, 3, 2. Nə oldu sizə? Hə, birinci dönməsi nə adlanır denilen sırt akordun? Denilen septum. Dalınan kvint Queen sırt akord. Ay sağ ol. İkinci dönmə nə adlanır? dalınan ters kvart. Ay sağ ol. Üçüncü dönmə? Dalınan sekund. Ay sağ ol. Hə. Bax bunları soruşdum. Denilen sırt akord neçənci pillədən əmələ gəlir? 5-ci pillə 5-dən Queen sırt akord. 7, Ay sağ ol. Terçlar? 2, Aha. Sekund akord. 4. Əhsən. Bunları soruşdum yəni. Denilen sırt akordun quruluşu nədir? Böyle ters üstleri, ters üstleri, Ay sağ ol. Denilen Queen sırt akordun quruluşu? ters üstleri böyle sekund. Ay sağ ol. Denilen terçlar akord? Ters üstleri böyle sekund üstleri böyle ters. Əhsən. Biz denilen sekund akord? Ters üstleri böyle sekund üstleri Aha, denilen sekund akord. Sekund akordda əvvəlinə gəlir. Ay sağ ol. Ay sağ ol. Bu başqa məsələ. Demək, bəs denilen sırt akord hara həll olur? Bir dənə həllini də soruşup sonra keçək oxumağa. Denilen sırt akord hara həll olur uşaqlar? Denilen sırt akord. Baxın, hansı pillələrdə denilen sırt akordda? 5-dən əmələ gəlir, bir səs ötürür, bir pillə ötürür. 7, 2, 4. Ay sağ ol, 5, 7, 2, 4. 5 sabitli keçir 1'ə. 7 hara həll olur? 7 hara həll olur? 1'e, 1'ə. 2 hara həll olur? 1'e, 1'ə. 4, 3'e. 1, 1, 1, 3 əmələ gəldi. 5 var burada. Demək, qaman birinci pilləsindən nə əmələ gəlir uşaqlar? Qaman birinci pilləsindən adlanır. Birinci pillə tonika. Nədir bu birinci pillədən əmələ gələn? Yox, sırt akord yox. Birinci pillədən özü əmələ gəlir. Nə əmələ gəlir? Tonika 3 səslisi. Hə? Amma do var, mi var misal üçün. 1 var, 3 var. 5 yoxdur. Kvintası olmayan tonika 3 səslisi necə? Tonika 3 səslisi adlanır. Tamam. Denilen sırt akord demək hara həll olur? Tamam, tonika 3 səslisi. Bəs bütün sırt akord və onun dönmələrindən fərqli olaraq sonuncu dönmə, denilen sekund akord, üçüncü dönmə hara həll olur? Tonika sexta. Tonika sırt akorduna. Ay sağ ol. Niye bu kadar heyecanlısınız mı yoksa yatırıq mı? Aha, yaxşı. 4 işarəli qammalarımız hansılardır? İndi keçək oxumağa. 4 mi? Major. Mi major? Do diyez minor. Əhsən. Neçə işarəsi var? 4. Hansılardır? Fa diyez, do diyez, sol diyez, la diyez. Bir də fa diyez, do diyez, sol diyez, re diyez. Ay sağ ol. Mi major, do diyez. Bəs 4 bemollu qammalarımız hansılardır? Hə, si bemol, mi bemol. Bemol, re bemol. Bu hansı qammaların açar işarələrdir? Doğru. 4 bemol budur. Hansı qammaların açar işarələrdir? Re. Ona görə bemol majorda 5 işarə var.
Bir de sayın. Si bemol, mi bemol, la bemol, re bemol. Açıq işarəsi adətən qammanın adından bir dənə artıq olur, düzdür? Re bemolü bağlayaq, nə qaldı? Sol. Yox, si bemol, mi bemol, la bemol. Demək, hansı qammanın açıq işarələrdir? La bemol major, fa minor, ay sağ. Gəlin, indi oxuyaq mi majorda dominant akkordu dönmələri həll edir. Oxuyaq. Tez, neçənci plan axtarıq? 5-ci plan. 5. Buyurun, cəm, mi majorda. 5. Si. Si, oxuyaq. Bir səs ötürə zəbt akkord qururuq. Si, re, Re var mı bu qammada? Hansı işarələr var mi majorda? Aha. Fa. Do, sol, re yoxdur. Fa diyez, do diyez, sol diyez, re diyez. Oxuyaq. Si, re diyez, təmiz. Fa diyez və la, hello. Yox, mi majordayıq. 1, 1, 1, 3. Mi, sol diyez. Bu da nazım akord, düzdür? Bir də si, re diyez, sol diyez, la, hello. Mi, sol diyez. Tamam, tonik yüksəsizsinə. Klintası olmayan tonik yüksəsizsinə. İndi birinci dönmə nə adlanır? Damla Qızıq sakırını neçənci 7-ci. 7 oxuyuruq. Sini atırıq axıra. Si, re diyez, sol diyez, la, indi sini axıratdırıq. Qalanı saxlayaq, oxuyaq. Re diyez, fa diyez, la, si. Keçmi ən axırıncı oldu. Aha, həll edirik. Mi, sol diyez, si. Bilələrdən. 7, 2, 4, 5, həll olur. 1, 1, 3, 5. Aha, ikinci dönmə. Damla ters kuvvet. Aha, neçənci bilədə? 2-ci plan. Buyurun. Bakın re diyez, fa diyez, la, si. İndi re diyez keçir axıra. Buyurun. Fa diyez, təmiz. Fa diyez, la, si. Re diyez, hello. Mi, sol diyez, si, mi. İndi pilələrlə 2, 4, 5, 7. Həll olur. 1, təmiz, 3, 5. Və nə qaldı? Damla Məndən sekund akord neçədən? 4'te. 4-dən. Baxın, fa diyez, la, si, re diyez, indi fa diyezə atırıq axıra. La. La, si, re diyez, fa diyez, həll olur. Sol diyez, si, mi, mi. Pilələrdən 4, 5, 7, 2, həll olur. 3, 5, 1, 1. Və nə alındı? 3, 5, 1, 1. Tonika, sexta akkordu. Əhsən, tonika sexta akkordu. Bir də oxuyaq ardınca. Mi majorda. Mi, si, re diyez, fa diyez, la, mi, sol diyez, re diyez, fa diyez, la, si, mi, sol diyez, si, fa diyez, la, si, re diyez, mi, sol diyez, si, la, si, re diyez, fa diyez, sol diyez, si, mi. Yaxşı. İndi oxuyuruq do diyez minorda. Mi majoru paralel hansıdır? Do diyez minor. Neçə işarəsi var? 4. Hansılardır? Do diyez, sol diyez, re diyez. Əhsən, harmonikalı. Neçənci pillə? Minorda. 7 bəli, yarım ton birləşir. 7-ni tez necə tapar? Si bəli, birləşir olur si tez. Əhsən. Harmonikalı olur si tez. Oxuyaq. Dominant akord neçədən əvvəl gəl? 5'ten. Tez tapırıq do diyez minorda. 5-i. Sol. Diyez. Ay sol yoxdur, fa do sol, re yoxdur, sol diyez var. Aha, və si əvəzinə də si diyez.
armonikalı. Buyurun. Bir ses sözü. Bir de Bir de okuyun pilelerden. sözlerden bir de hemen kısık sakor pilesi 7. Tez tez soruşuram ve tez tez tekrar ederim ki yaxşı yapmanızda kalsın. Aha okuyun. Söz sadece atırıq axıra. Sekunda əmələ gəldi. Düzdür, faciə sol diyez. Çünki kıysıq sakorda nədir? Sekunda axırdadır. Terç kvarta korda ortada. Kıysıq sakorda axırda, terç kvarta ortada. Sekunda korda əvvəldədir. Biz indi oxuduğumuz dırnaq kıysıq sakorda oxuyaq. İndi pilələrdən oxuyurum. 7, 2, 4, 5. Görürsünüz 4, 5 yan-yanadır. Sekunda əmələ gəlir. 1, 3, 5. Cənab tez karta qol. İkinci pilə. Oxuyuruq. Re. Re diyez, re diyez, fa diyez, sol diyez. Baxın, həmin sekunda ortaya düşdü. Re diyez, fa diyez, sol diyez, si diyez, elə olur. Do diyez, mi, sol diyez, do diyez. Pilələrdən. Dörd, beş, yeddi. 1, 3, 5, 1. İndi də mən sekunda kod. İkinci. Dördüncü. 4'ten buyurun. 4 sesinin orada 4 olacak. Fadiz. Fatiz. Sekundasını okuyun. Olur tam tonika 3 seslisi özəmərgə. Amma 4-3-ə həll olduğundan 3-5-1-1 bu tonika sığısta oldu. Bir də oxuyaq. Fatiz, 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 mi, Fatiz, Fatiz, Fatiz. Təmiz. Pilələrdən 4, 5. Baxın, sekunda əvvəlində əmələ gəldi. 7, 2. Aha. 3, 5, 1. Bir de artık oxuyaq. Sediz, rediz, fatiz. Dodiz, təmiz, mi. Sediz, rediz, fatiz, fatiz. Sakor, həll olur. Dodiz, mi. Sediz, sesisi. Rediz, fatiz, fatiz, sediz. Sakor, həll olur. Dodiz, mi. Sediz, dodiz. Demək sekunda kod oxuyaq. Fatiz, fatiz, sediz, fatiz. Həll olur. Mi, sediz, dodiz, dodiz. Və bu da oldu dırnaqsız akord dönmələri həlli ilə. Mi major, do diez minorda.